fitrə zəkatı ilə bağlı indidən məlumatı verim. Fitrə zəkatı bilirsiniz ki 3 kiloqram arpa, buğda, un, düyü, kişmiş, xurma və s. ərzaq növlərinin elə bil dəyəri qədər pulla da ayrıla bilər. Nə qədər eləyir? Bu arada bazarda özünüz də baxa bilərsiniz qiymətlərə. Buğdanın qiyməti, arpanın qiyməti, unun, düyünün, kişmişin və s. Bu ərzaqların qiyməti nə qədərdirsə, o ilə hesablayın. Ailə üzvlərinin hər birinin adından. Qafqaz Müsəlmanları İdarəsi 10-15 manat məbləğ deyib, bilirsiniz, orta hesabla deyib. Məsələn, bizdən də ümumiyyətlə məbləğ soruşurlar ki, nə qədər siz neçə deyirsiniz? Əslində, yəni bu bazar qiymətləri ilə tənzimlənməlidir. 10-15 manat da, yəni kimin imkanı çatırsa. Ola bilər ki, buğdanın kiloqramı 1 manat olsun, məsələn, 3 manat eləyir həmin gün, həmin adam üçün fitrə. Bunu bazarda qiymətlərlə özünüz tənzimləyə bilərsiniz. Amma kimin imkanı varsa, bu fitrə zəkatını çox ayırsa yaxşıdır.